Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videomuzda rayona səfərimizdən, səfər zamanı aldığımız təəssüratlardan, gördüyümüz gözəlliklərdən bəhs edəcəm. Yolumuz Salyanın Kürsəngi kəndinədir. Tələbə yoldaşımın dəvəti ilə nəvəsinin xeyir işi ilə əlaqədar rayona yola düşdük. Və onlarda qonaq olduq. Səhər tezdən qızlarla evin həyətyanı bağını gəzməyə başladıq. Bağ çox gözəl idi, çox geniş idi. Demək olar ki, bağda bütün meyvə ağaclarının hər sortundan var idi. Yəni, bağı seyr etdikcə orada olan meyvələr, açılan çiçəklər, ayrıca üzüm plantasiyası, nar plantasiyası insanı valeh edirdi. Mən susdum ki, təbiətin doğal səsi ilə onun gözəlliyini, bağın gözəlliyini özünüz seyr edəsiniz. Yəqin ki, meyvə ağaclarında olan meyvələri gözəlliyini də görürsünüz. Şaftal ağacı, göyçən alçası, armud ağaclarının müxtəlif sortları, ərik ağaclarının müxtəlif sortları, albalı ağacları, gilas ağacları, nar plantasiyası, qarşıda üzüm plantasiyası, gavalı ağacları, alma ağacları, tut ağacları. Bağçada demək olar ki, olmayan heç bir meyvə ağacı yoxdur. Armudun müxtəlif növləri. Onu da deyim ki, bu bağın sahibi şəhərdə yaşayır, elm adamıdır. 6-cı bazar günləri, bayramlarda, vaxtı olduqda kəndinə gəlib, bu meyvə bağını özü becərir. Meyvə ağaclarının bütün qayğısını özü çəkib, özü becərir. Və bundan da böyük zövq aldığını bildirir. Və təbiət də onun zəhməti əvəzinə gözəl nemətlərlə bağı nemətləndirib. Göyçə alçası, tut və məşhur tut ağacı. Bu tuta fikir versəniz, digər tutlardan çox fərqlidir. Həm böyüklüyünə görə, həm saflığına görə, həm də dadına görə. Bu ağacın yanında ürək şəklində tut yetişdirən ağacı da var. Amma hayf ki, onun bəhrəsinə artıq meyvələrini dəriblər. Ona görə də onu sizə göstərə bilmədim. Albalı ağacları. Bağı gəzdikdən sonra kənd nemətləri ilə zəngin, samavar çaylı səhər yeməyinə oturduq. Çox gözəl səhər yeməyi hazırlanmışdı bizim üçün və bu səhər yeməyində bizim xahişimizlə rəfiqəmiz Yaqut xanım çox gözəl dadlı bir pomidor yumurta hazırladı ki, dillərə dastan bir yemək oldu. Əllərinə sağlıq.
Səhər yeməyindən sonra biz bağdan topladığımız albalılardan ev yiyəsi üçün albalı döyməci, alçalı və ayrıca albalı döyməci hazırladıq və ev yiyəsi rəfiqəmizə hədiyyə etdik. İşimizi bitirdikdən sonra samavar çayı ilə yorğunluğumuzu atıb, bağın digər qalan hissəsini də gəzməyə çıxdıq. Və bu zaman çox maraqlı bir hadisə ilə, yəni kartof yığımı ilə rastlaşdıq. Mən həyatımda birinci dəfə idi ki, kartof yığımı görürdüm. Məni çox maraqlandırdı. Çox da zövq verdi baxmağa. Yavaş-yavaş axşam düşürdü. Kəndin gecəsi də bir gözəl olur. Günün batmasını burada qızlarla biz seyr eləyirik. Üfüq cürbəcür rəngə boyanıb. Təbiətin demək olar ki, bütün rəngləri bu üfüqdə, səmada əks olunub. Rayonda səma da bir başqa cür gözəldir. Ulduzlar da bir başqa cür parıldayır. Çox gözəl idi. Baxdıqca doymaq olmurdu. Siz videonu axıra qədər izlədinizsə, öz təəssüratlarınız haqqında mənə yazsanız çox sevinərəm. Salamat qalın, həmişə gəzməklərdə olun.